Sentyabrın 29-da Gəncə şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib. İclasdan əvvəl iştirakçılar Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Gəncə Memorial kompleksini ziyarət ediblər. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir vurğulayıb ki, Azərbaycanda yalnız peşəkar idmançılar üçün deyil, bütün vətəndaşların idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın istənilən çoxnövlü idman yarışını yüksək səviyyədə keçirmək potensialı mövcuddur. İdman artıq təkcə paytaxt Bakıda deyil, regionlarda da insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə ölkənin bütün bölgələrində olimpiya idman kompleksləri, stadionlar və digər iri idman qurğuları inşa olunub və bu proses bu gün də davam edir. MDB oyunlarının açılış mərasiminin keçirildiyi Gəncə stadionu, eləcə də boks yarışlarına ev sahibliyi edən Yevlax Olimpiya idman kompleksi yaxın günlərdə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Daha sonra MDB baş katibinin müavini Nurlan Seytimov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər. İclasda 2025-ci il üçün 3-cü MDB oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.